start recording deyək, yaratmaq. Yaratmağa başlayaq. Buradan da adımızı yazaq. Proyektin adı. Ha, var, ne olmuş? Flappy Bird C04. Belə deyək. Flappy Bird'ün bizə sprite'ları. Mən orada köçürmüş halları atmışdım Discord'dan. Flappy şeylərini. Faydalı materiallarda var mı? Ama mənim şəklimi istəyib şeylər, video yaratmışlar. Bir de buradadır. Sprite. Bu bir dənə zipdən çıxardaq. Ona işıq düşürsə aşağıda onu bağlaya bilərik. Yusuf nəsə? Bir de bizə bir sprite'larımız var. Flappy Bird'ümüz harada ödünə baxın. White message, game over. Yellow Bird. Yəqin ki budur. Ama yellow ilə başlayır da oyun. Hadi bununla başlayır da, okey. Tamam, bir dənə bura sprite əlavə edəyək. Upload, Flappy Bird. Oyun var, Yüz bilmirsən, orada. Okey, bir dənə buna əlavə edəyək. Maşının task kimi vermişdim. Kesin dedim, Flappy Bird yazacağıq. Okey, Flappy Bird üçün bizə nə lazımdır birincisi? Bu quşu uçurtmaq lazımdır. Quşu uçurtmaq üçün bizdə əslində uçmur. Bu quş əslində həmişə aşağı düşür. Orada bizim gravity dediyimiz bir məntiq var. Gravity. Elə bil ki, məsələn, bir cismin yerə düşməyi. Ona deyirik gravity. Məsəl üçün gravity burada açıqlaması, yer çəkimi, o Azərbaycan tapamadım. Yer çəkimi. Yer çəkimdə məsəl üçün o Einstein kəşf edildi ilk dəfə. O bir Alman aşağı düşürür. Ona deyirik yer çəkimi. Hətta sizə belə bir söz deyim, kim demişdi? Desən Rasim mənim olmuşdu. Yıxılıb qarın altında qalıb. Qarın altında qalanda da indi üstü tapmalısan da. Təsəvvür qaza gəlsən, hala bilsən bu şeydir. Onu tapmaq üçün də, məsəl üçün də müəyyən qədər belə bir nəsə bir maye tullamaq olar ki, maye hara gedir? Yuxarı gedir, aşağı gedir. Aşağı gəlsə deməli sən bu tərəf aşağıdır, digər tərəf yuxarıdır. Məsələn, elə tapmaq olur. O həmən yer çəkimi məsələsi. Okey, yer çəkimi məsələsində məsəl üçün gəlin yazaq gravity in scratch. Buradayıq da uşaqlar baxırıq. Scratch. Online. ISO. Bunun ikinci hissədə sizə yazasınız, sound deyim. Məsəl üçün, burada belə bir sual verir. How to make gravity script, məsəl üçün şeylə. Bax, burada baxsaq, bir çox variantlar var ki, biz bu variantlardan hansından istəsək istifadə edə bilərik. Bax, adamlar bir çox məntiqdə yazıblar. Amma ən məsəl üçün rahatı bu məntiqdir. Hansı ki deyir ki, burada velocity yazılıb, dəyişən yaradıb da. Biz gəlin bir dənə belə bir şey yaradaq. Bir dənə dəyişən yaradaq. Adını qoyuram gravity. Bu kod ümumilikdə məntiq olaraq necə işləyəcək? Bu quş daim aşağı düşməlidir. Və biz basanda boşluq düyməsi basanda qalxmalıdır. Orada bir növ uçuş effektini yaradacağıq. Hər dəfə basanda basır. Hər cür şey deyə bilərik. Amma əsas bir dənə İkisindən də olan heç bir fərqi yoxdur. İkisindən də yaza bilərik. Hətta ikisindən də işləyə bilərik. Məcbur deyil birindən istifadə edək. Okey. Baxırıq məsələsi deyir ki, yaşıl bayraq kliklənəndə bu yaratdığımız bu dəyişəni 0 təyin edir birincisi. Okey. Gəl biz də yazaq. Gəlirik yaşıl bayraq kliklənəndə birincisi dəyişənlərdən gəlirik, gravitini 0 təyin edirik. Bu heç, bu okey.
Sonra nə edəcəyik? Və bu quş indi elə kod yazmalıyıq ki, daim aşağı getsin. Yəni aşağı dediyimiz o koordinatlardan hansı idi? Y. Ay sağ ol. Bax bu x oxudur, bu da y oxudur. Bu y oxu ilə daim aşağı düşməlidir. Ona gəlib, məsəl üçün, bax, həmişənin içərisində bəli. Ay sağ ol. Üçün -1 nədir, -5, orijin sən -1 okeydir. Nə deyək bura? Həmişənin içərisinə y2 dəyişək. Y2 qədər dəyiş. Nə qədər dəyişsin? Tutaq ki, -1 dəyişsin. -5 olsa Bax. daha sürətli düşəcək onda. Hə, məsəl üçün. -1 qədər dəyişəndə belə bir effekt yaranır. İndi deyir ki, məsəl üçün, -1 yazsaq o qədər dəyişir, düzdür? İndi deyək ki, y2 -1 qədər dəyişdiyin dəyişməyinə. Okey, gələk bura. Bu y-in yerinə. Gələk yazaq nə? Gravitimizi. Dəyişənlərdən yazırıq. Qədər dəyiş. Hə. Gravitimizi də. Əsaslı. Burada gravitimizi dəyişək. Gravitimizi -1 qədər dəyişək. Bir dənə baxaq. Nədir? Çox dəyişmir. Bir dənə bu quşa da bir dənə deyək ki, keçsin bura. Həmişə buradan başlasın. Buna deyək ki, belə. Keç bura. Hər dəfə bu qədər və y2 -1 qədər dəyişsin. Mənfi deməyək. Bura nə deyək məsəl üçün atanda? -5 deyək məsəl üçün. Fikir verdiniz? Biraz daha sürət. Nədə? Mənfi olmalıdır. Hə, amma bir dənə məsələ, bir dənə problem var ki, bu quş Yuxarı baxın. hə, bax daim düşür. Hə, yaxşı bu nə vaxt qalxacaq indi? Qod. Ay sağ. Space basanda Y2 Hələ vaxtda üfürü qalxacaq. 5 qədər artır. Şicizi ancam şey olsun. Nə deyim? Bir üfürü qalxacaq. Deyir üfür qalxacaq. Turan utandın? Hə, Turan? Hə? Səs o gülür ya orada. Allah gülür o dəqiqə. Okey. İndi bunun yanına bir dənə kod yazaq ki. Burada bu kodu məsəl üçün yaşıl bayraqla da yaza bilərik, yaxud məsələn düyməsinə basılanda da belə də yaza bilərik. Düyməsinə basılanda nə olsun? Y2 5 qədər. Y2 5 qədər. Mənfi yox, müsbət 5 qədər. Gəlirik. Y2 qədər dəyiş. 5 qədər. Mən oranda onu eləyim, buranda onu eləyim. Nətər? Oranda onu eləyim, buranda bunu eləyim. Başa düşmürəm. Oranı mənfi onu eləyim, buranı mənfi müsbət onu. Heç onu yoxlayıb baxacağıq. Çünki mən çox şey vardı. Aha. Amma burada deyən kiçik bir problemimiz var. Kənara dəyərli qayıtsın. Top yazmır be qardaş. Bu quş buradan uçmalıdır. Nə bilməm, kənara dəyərli qayıtsın. Kənara gəlir. Yox, belə şey yoxdur. Ora dəydisə uduzmalıyıq. Belə şey yoxdur. Niyə qayıtsın ki? Mənim onda ora bir dənə sprite qoyaq, rəng qoyaq. Əgər ora dəysə onu. Eləyəcək. Onlar heç. O onsuz da bu Flappy Bird orijinalını görməmisiniz. Burada şey var. Altda bir dənə şey gedir. Nədir o? Yol gedir. O yola dəyəndə zaten bu uduzmalıdır da. O heç. Turbalara dəyəndə uduzur. Ay sağ ol. İndi məsələmiz nədir? Bax burada. Anı bu. Hə, burada. Gravitimizi -1 qədər dəyişirik. Bax, gravitimizi -1 qədər dəyişək. Bax, burada bir məsələ var. Y2 dediniz dəyişdik. Amma burada belə bir məsələ var, bax. Bax, uçma effekti yaratmır. Sanki biz elə effekti yaratmalıyıq ki, o havada belə ki, Onda boşluqdadır. basdıqda
növbəti libas həmişə. Libası gəlmə hələ, libası gəlməmiş. Hələ bu quşun üzərinə oturtmalıyıq. Az sağdaşı İngilizce biraz çok oldu. Evet soldaşı. Yox, tək o deyil məsələ, tək o deyil. Burada, bax, bu məntiqi uygulamalıyıq. Bu nə məntiqdir? Burada biz daim gravitini mənfi bir qədər azaltmalıyıq. Haradadır bizim dəyişənimiz? Qədər dəyiş, nə qədər dəyişsin? Mənfi bir qədər dəyişsin. Düzdür? Və burada da y-i bizim gravitimiz qədər dəyişməliyik. İndi mənfi 1 deyil, burada rəqəmi artıra da bilərik də. Y-i bizim dəyişsin, nə qədər dəyişsin? Mənə bir yerdə yazsam, ona bax. Yazma. Okey. İndi burada mənfi 1-dir. Məsəl üçün nə qədər eləyə bilərik? 10 qədər dəyiş. Aha. Və burada da y-i 10 qədər dəyişmək bizim işimizə yaramayacaq. Biz çünki əsas işimiz gravity iləndir. Biz burada boşluq düyməsinə basanda y-i ilə əslində işimiz yoxdur. Gəlirik dəyişənimizə gravityimizi təyin edirik. Nə qədər? Tutaq ki 0 yox, məsələn atıram da 10 olsun. Təyin et 10. Fikir ver. Yarandı istədiyimiz məntiq. Bir də bax, ən primitiv variantdan keçdik bura. Silin bir də yazaq. Başa düşmədiksə bir də eləyək. Mənim indi hər aşağı düşəndə mənfi bir olacaq. Bax, silin. Mən belə. Yox, nəyi başa düşməliyik? Bir də onu mənə deyin. Çünki burada çox sual işarəsi oldu. De görüm. Gravity niyə? Niyə? Aysa. Bildim odur problem. Bax, bu kodu yığışdıram burada. Bunu da yığışdıram. Burada yoxdur. Bax, belə şey yoxdur. Yaxşı. Burada yoxdur belə şey. Siz dediniz ki, müəllim, mən dedim ki, bax, bu quş burada daim aşağı enməlidir. Dediniz ki, müəllim, get y-i dəyiş. Mən də getdim dəyişdim. Düzdür? Y-i qədər dəyiş. Nə qədər dəyişsək? Mənfi 5 deyirəm, 10 deyirəm, heç bir fərqi yoxdur. Bu gedib daim düşəcək aşağı. Düzdür? Aysa. Bura kimi okey. Sonra dedik ki, müəllim, bax bu boşluğa düyməsinə basılanda bu quş qalxmalıdır yuxarı. Düzdür qardaş? Tamam. Eyni şeyi yazıram. Bax siz deyən kimi getdim yazdım. Qədər dəyiş deyirəm. Tamam, olsun dəyişək. Bax. İndi bizim dediyimiz məntiqdə gravitini mənfi bir qədər azaldırıq. Və bizim bu y-imiz yoxdur. Y isə gravity qədər belə deyirik. Azaldırıq. Y gravity qədər azaldırıq. Yəni gravity'nin dəyəri tutaq ki, burada 0 idi. Hər dəfə mənfi 1 azalır. Olur nə? Mənfi 1, 2, 3, 4, hamısı mənfidir bu ədədlər. Amma müəllim, bura boşluq düyməsinə basanda nə olur? Gravity 10 olur. Avtomatik yüksəlir. Amma o yüksələn anda da daim enir axı. Biz y-i bu qədər gravity qədər azaldırıq axı. Orada həmən effekti ala bilirik. Amma bu məntiq y-ilə tək y-ilə işləməyəcək. Bax, alada yazmışıq. Alada işləyir. Çünki biz nə qədər basdıq indi orada. Çünki, bəli. Biz o qədər boşluq düyməsinə basıldıqda gravity-yə qədər dəyişir. Bəli. Ona görə biz dedik ki, belə yazmayaq kodu. Mesela 100 lira ne olur? 10 lira değişir. Nəyi? İlk 10 lira değişir, 100 lira ne olur? Hə, burada. Onun 100-ə səkləyəcək. Veşin. Normalda məsəl üçün də 0 nöqtəsi deyək ki, budur. Mənfi buradır, müsbət də buradır. Bunu məsəl üçün ən qaldıraq yuxarı. 100 ölərsək bura qalxacaq. Hər basanda ora qalxacaq. Gəl baxaq. İstən baxaq. Onda 100 lira tam ortaya düşür. Amma hər dəfə 100 qalxacaq, orası da var. Bu elə effekti yaranacaq ki, düşməyəcək. Buna bax. Onda da her şey oradan başlayacak. Her şey yukarıdan başlayacak. Olmur. Yəni bu məntiq işləməyəcək burada. İşləməyəcək. Biz ona görə dedik ki, bunu yığışdıraq. Gravitini hər dəfə mənfi 1 azalsın. Və bizim y-imiz də bu gravitiyə görə hərəkət eləsin. Və hər dəfə boşluq düyməsinə basanda gravitini 10 təyin eləyək. Vəsiyo, oradan geçsin, çıxarsın. Bax, tak. Burada artıq rəqəmlərlə
sürətlidir, yavaşdır. Bu rəqəmlərlə oynaya-oynaya düzəldəcəyimiz bir şeydir. Bu boş şeydir. Все, bura kim başa düşdü? Tamam. Burada indi bir dənə problem var. Bunu dəfələrlə yazanda, bax, basıram, boşluq düyməsinə basıb saxlayıram. Hətta basım saxlayım. Bax, gravitini hər dəfə 10 eləyir. Bax, fikir ver, bax. Daim qalır yuxarıda. Bu problemdir artıq. Bu problemdir. Bunu necə yazacağıq? Bu kodu çöndərək bura. Yaşıl bayraq kliklərində qulaq assan. Yaşıl bayraq kliklərində. Burada şərt verək. Yox, belə yazaq, tamam. Yaşıl bayraq kliklərində həmişə əgər boşluq düyməsinə basılıbsa, sensorlar boşluq düyməsinə basılıbsa, gravitini 10 təyin elə. Və bizim bu gözləsin, nə qədər ki gözləsin növbəti basılana qədər. Yəni bu məntiqi niyə yazırıq? Kimsə bunu basıb saxlasa, daimi işləməsin bu. Bir dəfə basılsın işləsin. Növbəti dəfə işləməyi üçün bu bir dəfə basılmalıdır. Ona görə gələm operatorlara. Deyilsə yazma. Mənə bir yerdə yazırıq. Deyilsə, boşluq düyməsinə basılıbsa. Bax, basıb saxlayıram, bax. Gözüm mən sizə göstərim. Bax, basıb saxlayıram. Ancaq deyəməni verir olsa. O heç də, amma biz basıb saxlamanın qarşısını aldıq. Qoyun. Bəli. Gözəl rus söyləyəcəm. Mən özüm də bilmirəm. Okey. Bura kimi okey. İndi Scratch-də bir dənə şey var. Nədir o? Çubuqlar. O çubuqlarda daim yaranmalıdır. Sağdan sola doğru hərəkət edin. Biz sizə orada əslində hərəkət edən çubuqdur. Necə ki bu maşın yazmadığım maşın məntiqində eyni şey göstərmişim. Burada da eyni şey yazacağıq. Burada da necə yaza bilərik? Okey. Bunu yığışdıraq. Onun üçün birinci o çubuqları əlavə eləmək lazım. O çubuqları biz bu sprite'in içərisindən götürə bilərik. Etuvad. Bu mən Google-dan şeylər təyinləşim. Ha, buradan da götürə bilərik. Game over. Hardadır bu game over? Şəklin formatıdır da. Bizə pipe lazımdır. Aysə bu pipe. Buydu. O çubukda sizə bir dənə yukarı lazım. Biri məsələn meşə. Duplikat. O məntiqin yazmalıyıq da. Bir dənə kod yazılır. Bax, belə olanda vektor qrafikasını çöndəririk. Bunun kopyasını yaradırıq. Tak eləyirik. Vektor olanda biz bax bunu belə idarə edə bilmirik. Məsələ odur. Altı boş uzada bilirik. Ha, burada uzada bilirik, bunu seçə bilirik. Altı boş. Dolduracaq. Okey. Bizə təxminən belə bir məsafə verək. Mən çox verim, biraz hızlanım. Yox, onu əlimizlə düzəltməyəcəyik hər dəfəsini. Kopyalayıcı rastgele çıxartdım. Təbii ki, onun kodunu yazacağıq. Bir dənə onu prosto görünüşsə düzəldim. Все, okeydir də belə. Yaxşıdır. İndi keçək bunun kodunu yazmağa. Qoy yazım gəlib keçirsin. Şeylə deyirəm. Yaxşı. Keçək bunun kodunu yazmağa. Bunun kodunu necə yazacağıq? Məntiqimiz belədir. Baxsayız. Məntiqimiz belədir. Bu turba buradan başlamalıdır. Bax, öncədən deyirəm, sonra yazır. Və bu turba daim
sağdan sol istiqamətə daim belə getməlidir. Və hər bura çatanda da bunu silib təzə bir dənə klonunu yaratmalıdır. Neyse bu yardımcı. Onu X Məntiq. Kompüterlə probleması yardımcı göstərmir. Yaxşı. Məntiq budur. Onu X nə verəcək də? Şey müəllim 12. İkinci ötürümdə. Yaxşı 10 keçsək nə olar gəlmişsə. Всё, məntiqimiz budur. Deməli, buradan başlayacağıq. Bu turba daim. Ay bala, Ayşə. Bu turba buradan başlamalıdır. Daim sağdan sola getməlidir. Hər bura çatanda klonunu yaratmalıyıq. Всё. Turbalar tapılır. Məntiqimiz budur. Arkadaş nə var ki, Discord hanım mən atımda, nə zülüm var. Ömer böyle onu aktardım ya. Kör oluyor, qardaş kör oluyor. 600 böyle 5 izini. Burada var bir şey. Deməli, Flappy Bird üçün Sprite. Burada gözlə girməsin. Sprite'lar. Nə deyək bura? Hadisələr gəlir. Yaşı bayraq kliklənəndə bu keçməlidir bura. Bura nədir? X-i 218 deyil. Всё. Keçsin bura. Və həmişə bu buradan bura getsin. X-i 2 İkisi dəyişəcək. dəyiş. X-i dəyişəcək. Müəllim, mənfi X-i 5 qədər dəyişir. qədər dəyiş. Nə qədər dəyişsin? Mənfi 5. Tutaq ki, -5 yazaq. Nə olacaq? Bax, bu gedir bura. Всё. Amma dəyişir uzun. Bu sürət mənfi Yaşıl deyil, qaradır. Tə- Qara. təbii ki. Yaşıl qara deyəndə ki, qardaş, bu şey adını yaza bilirik də. Sprite. Hə, Sprite. Okay, bax. Tak. Bu gedir bura. Düzdür? Bax, quşumuz da belə oturur. Az çox yaradırıq. Ay. İndi burada bir dənə məntiq var ki, bura çatanda, buranın ölçüsü şey x oxu nədir? Məsələn, x koordinatı. -240-a çatanda bura deyək ki, əgər X kiçikdirsə şey. ay sağ ol. Əgər x mövqeyi kiçikdirsə, qəşəng baş işləyir bax, yavaş-yavaş. -240-dan kiçikdirsə, neynəsin? Gizlənsin. Qayıtsın, Yuxarı klonasın. Özünün klonunu yaratsın. Bəli. Özünün klonunu yaratsın, idarə etmədə idi səhv etmə. Hə, deyir burada. Özünün klonunu yarat. Bax. Bu getdi burada yaratdı. Düzdür? Düzəltsə tam deyil, hələ tam deyil, narahat Özünün klonunu yaratsın. İndi burada da bir dənə kod kimi deməliyik ki, Mən orada yaratsın. Amma orada yaratsın. Həm də ki, mən klon bir dənə yaratsın. Yəni. Klon Gücsüz kimi. Özünün Üç dənə klonunu klon təyin var. et. O bu da yaxşı şey. burada hardadır? Bax, Mən mən klon kimi başlayanda, Chase ya 218 46. biz ayso, bəs bu məntiq niyə? Qəşəng olur. Həqiqətən qəşəng. Bax, bu gedir burada klon yaradır. Mən də bu kodu buradım, uğur göydə tutdu söhbəti. Bura yaranda bu keçməlidir bura ki, orada yaratsın. Bu klon kimi başlayanda keçməlidir hara? 218 46. Mən onu düzəldim. 218. 218, müsbət 218. Sənsən. 218. Amma Hədəfə eyni gələcək. hər dəfə eyni gələcək. Bax. Bunu bu arada gizlətməliyik. Özünün klonunu yaratsın. Mən telefon görüm orada zaman. Orada bir onun üstünde. Yaş var. Boş gelmişsin. Tezələ. İndi tapşırıq kimi verəcəm 50 dənə sual gələcək bax. Ben bilmem. Düzü yox, mən belə şey görməmişik axı biz. Okay, keçsin bura və həmişə deməli qədər dəyiş
Bir də bu klonlar arasında saniyə qədər gözləməliyik. O yaddan çıxıb. Hanı bu? Demək, idarə etmə. Məsələn, 1 saniyə gözlə. Okey. Oy, Bir biraz... saniye biraz çok oldu. Yo, biraz çox oldu. Buralarda salmış. Nədir? Nədir? Ben özüm klonunu yarat sonra bir saniye görüyorum. Özün klonunu yarat, sonra 1 saniyə gözlə. Bəli, elə yazacağıq. Və bunu görünüşdən gizlət deməliyik bu arada. 1 saniyə gözlə. Hə, belə desək. Problem ben bunu sağladım. Telefonumu da Aha, bu keçməlidir bura. Nə oldu? Kim telefondur? Deyir, burada deyir, komputerin dalındadır. Kamperin arkasına da gelirsen. Yaxşı, bir yerdə dayan. Səhər içə, bir yerdə dayan. Ya da cəb belə eləyək. Bu lazım deyil bizə. Özün klonunu yaratdıq. Hə, bu klon kimi başlayanda keçsin bura. Keçsin bura. Amma burada bir dənə məsələ var. Yukarı aşağı olmalı. Ay, sağ ol. Yuxarı aşağı eləmək üçün necə eləyəcəyik? Yuxarı aşağı eləmək üçün də Y değişecek. ay, sağ ol. Y-i deməli, təsadüfi seçəcəyik ki, biz onu təyin eləməyək. Aha, amma necə eləyəcəyik? Oradan geleceğim. İlk tesadüfi mevkiye geleceğim. Aralıqda deməliyik. Hə, arasında təsadüfi mövqe seç Y. Amma nə arasında? Məsələn, 256 yox, yuxarı aşağı. O X dedi. Hayır. Y-i dəyişirik. Yox, sən X diyor. Bax, bu qədər dəyişəcək də elə bil ki. Amma bir dənə burada məsələ var. Bunu eləyəndən sonra da bu öz klonunu hər dəfə silməlidir. Ki təzə özünün klonunu davam eləsin, yaransın. Özümün klonunu sil hanı? Hə, bu klonu sil deyək ki də, məsələn, bu hələ şey variantı. Yox, bu hər dəfə gedir, yaradır. Yaradır. Hə, burada silək. Gedir, yaranır. Yox, bağzat deyil. Bağzat deyil. Saniye kullanmışım. Hə. Ora birincisi saniyə qoymalıyıq. İkincisi ki, bu məntiqi düzəltməliyik. Tamam. Deməli, keçsin bura. Mən klon kimi başlayanda keçsin bu mövqeyə, bu aralıqda keçsin. Və nə edək? Həmişə 1 saniyə qədər gözləsin. 1 saniyə qədər gözləsin. Və gözləyəndən sonra da bu arada biz görünüşdən onu gizlətməliyik. Harda gizlətməliyik? Bax burada klon kimi yarananda klon kimi yaratdıq. Ən sonda gizlədəkmi? Gizləsək oradan silinərmi? Silinər. Əslində gəl belə eləyək. Nədir? Her şey bilmiyorum. Yox, sən həmişə saniyə gözlə demişik. Hə, bir dənə burada görün deməliyik bu arada. Burada gizlən demişik, burada da görün deyək. Görün və keç bura, keçsin bura. Vəsiyo. Bu hələ tam deyil bu arada. İndi burada işləyəcək, burada işləyəcək. Çok eşkişmiyoruz. Bir saniye. İndi prosto bir dənə məsələ var da. Biz belə eləsək, həmişə bax, 1 saniyə gözləsin. Bu getməyəcək, bax. Bu getməyəcək. Ona görə gəlib bunu necə eləyək? Bir topa bakalım. Ben özüm klonunu yarattan qabağa koymalısın bir saniye. Bir dəqiqə, bizim burada məntiq səhvimiz nədir? Bir də ona baxaq. Bu okey. Mənim bunu da pingi kimi qoyuram, bu niyə belə gəlir? Ama çizgi mevkiye mevkiye çizgi olmaz. Arxa yox, penci kimi deyil. Sən bu hardansa köçürmüsən özün? Arxa remove back bıcı var ya, bax buradan sil onu. Remove bıcı. Gir buradan background-ı sil. Background orada qalıb. Nədir? Ben 2 yaşak değil yani ikisini de Ben başlayayım. de X mevkiye mevkiye çizgi olmaz.
X mövqeyi mənfi 340 qalır. Bir dəqiqə, biz burada keçməni düzgün düzəltmişik bu arada. Bir dənə baxın bizim şeyimiz hardadır burada. Bu hara gedir? Yox, düz. Hani bunu oynatıyor, bunu. O bir dəfə idi bala. Ama yanında var, ne var? Akıllı devam edelim. Allah dələrdə qalmış. Free. Sən onu Ben üstünə kaldı eləyəmişsən. yoktu böyle kırıkım olsun. Ne de oklandı. Bu kulağıma içten demişti. Nə deyir bu? Geç kırgın olsun biraz. Bu parçacı değil. Nə qurğun, Flappy Bird yazı deyir qurğun olsun. Nə var bu quşu yedizdirək, canavarı sana. Ya deyir ki, qırğın oyun. Hemen yapsa onu kanlı olsun ama. Yoksa 5 saate geçip. Kan efekti. Marası olsun bari. Tamam. Benim sesime olur mu? Nə deyir bu? Bir dakika Flappy Bird dizi. Qardaş, Flappy Bird yazırıq. Bir yan görə nə qırğın, nə qon. Flappy Bird'lə deyirsən, qəsrə izləyir. Qəsdi qərəziyim var. Gözdə falan qədər saniyə, Benim tonla. adı soçum geldi. Və sonra da bunu sil. Okey. Gəl biz bunu da bir dənə silək. Dayandırıyor, bu klonu sil. Tutaq ki, bu getdi bu. Canım. Bu gedir həmişə bura. Hiç keçib də zor. Hadi sen. Səhv deyir. Deməli, nə aydındır burada? Yox, məntiq belə olmağına belədir. Belə olmağına belədir. Aydın. Nədir? Aydın. Dəyişən də orada. Dəyişən prosta nəyə görə yazdılar? Aydın, nə bilim. Məncə orada ID şeyə görə yazıblar. Saniyə məsələsinə görə yazıblar. Ya da bilməm nədir. Bir dənə dəyişəndir. Hər dəfəsində bir qədər dəyişirlər. Yəni qırmızı rəngdə şey oluşur. Blok oluşur. Öz blokun yaradıb da, deyir qırmızıdır. Öz blokunuzu yarada bilirsiniz də. İşləyir bəs bu. Niyə işləmir ki? Hansı formada yumru istəyirsən, nə bilim, üç buzağı istəyirsən, dörtkün istəyirsən, hansı forma istəyirsən? Nə də? Nə görürsən? Nədir vay? Şuna dersen simetri. Özümün klonunu yarat. Bax, bu hissəni bir dənə düzəldənmədik. Bir dənə baxaq, necə araşdıraq ki, necə düzəldə bilərik. Bir də bax, sən ChatGPT ağacından yıxır. Hər şey girib ChatGPT-yə soruşa, dəli olub uşaq. Gəl belə deyək də. Pipe boru deməkdir bu arada, bilmirsə deyim. This video, I will be showing you how to create Flappy Bird. Hindistan. Bir yan. Burada heç bloklardır falan filan. Bura get. Bu qədər gözlə və bu klonu sil. Bu qədər təkrarlasın. Biz bunu təzədən göndərməliyik. Tamam. Həmişənin içərisində getsin bir dənə də öz klonunu yaratsın. Arada da klon yaratmaq. Nədir? Efendim sesin. Elxan, səsi niyə çıxmır? Böyle. Gördün mü? Sırada bu klonu silsin. Bir dəqiqə. Özüm kompüter dondu. Özümün RAM dondu. Karton. Güzel saldırı. No, Allah keşini eləyə bilmirəm.
Küstü gitti. Yazdıklarınızın altı Öyle boşa çizgi gitti. bak, Tersten bir de- yazdı. Yalnız Aa, boşa dəli olaram sən Allah. Diego. Ana getdi. Zaps olmayıb da. Ayıb. durur benim yaşıyorlar. Ən axırıncı durur. Tak. Bura get, bura getsin. Təkrarla deyək, təkrarla deyək. Burada necə deyək? Əgər x pozisiyası bir də öz klonunu yaratsın. Yes. Də belə deyək. Bax, bu kodu bir növ təkrarlayaq da. Bir dəqiqə. Təkrarla və öz klonunu yaratsın. Öz klonunu yaratsın, sonra da öz klonunu silsin. Burada silsin. Tamam. Ne oldu Esin bu kadar? Ne oldu? Niye de dondum ben de? Donduracağım annesi. Bunu belə deyək. Yaxşı, bu görsəməli yox. Niyə gör? Bu da öz klonu silir. Nədir? Nereye bağlı? Nerede dondum? Burasını düzəltmək istəyirik və burası alınmır. Gizlemişsin. Burada gizlədirik ki, bura çatanda təkrar bir də başlasın da. Bax, Dərhal düşürüyor. yoxsa burada belə qalır. Başa düşdün? Əgər x mövqeyi -240-dan kiçikdirsə, öz klonunu yarat, sonra da klonunu sil. Okey. Əslində belə olmalıdır, bu məntiq niyə işləmir? Getdik yenə dondurduq. Hə, Niye de dondum? getdik yenə dondurduq deyən dəqiqə. Hə. Eşidirəm. Niye gittin? Yox, buradayıq. Yaxşı ki, bura kimi zaps eləmişik. Bir süreydi ya. Save eləyək hər ehtimal. Hə. Yine kaldı. Bir də search eləyək də. Nədir? Yine kaldı. Evet çıkıldı. Hə, bildim. Parantez yazdığımız zaps olunmur. Orada deyəsən biz RAM-ı donduruq, nə edirik? Ben orada bir siz niye? Çoxlu spamlayıraq ona göre. Biz o spamın qarşısını almalıyıq da, düzdür? Özünün klonunu yaratmaq, o bir qədər və yaxud da bir dənə iki. Bax, 240 olanda Təkrarla edin. Özünün klonunu yarat. Tək- Həmişə olsa həmişə olacaq. ya məsələ odur. Hə. Hər işlərin içində də mənim bildiniz özünün klonunu yarat. Yox, məsələ nədir? İlk beş Orada dəfə dəyişəndə yarat. orada biz müəyyən qədər gözləməliyik bu arada. Bəlkə biz əslində kodu düz yazırıq. Prosta deyirsən orada gözləmirik. Məsələ odur. Ben klonu yaratan bir şeyin içinde yazmışsın zaten. Bax ki gözləsin. Gəl bir dənə bayaqki kodu yazaq. Amma bu səfər deyək ki, burada 1 saniyə gözləsin. Çünki biz gözləmirik. Məncə problem odur. Hemşentisini yazmışsın. Bir saniye hemen 12 saniye 3 saniye diyorsun. Çünkü olmaz. Klonu yaratan hemşentisini yazmışsın. Necə? Onu Özünün yarat- klonunu yarat, onu həmişə həmişə içindən. klonunu yaradırdı. Onu siz onu Hemşentisini. Ben hemşerin içinde olmam. Niyə həmişəsin olmalı ki? Çünkü hem şey yazan klonu. Həmişə klonunu yaratsın, amma orada gözləsin deyirik də. Gözlü olmalı. Ha. Eğer gözlü yok. 0.5 saniyə gözləsin. Şimdi bakın görmüştüm. Amma bu gözləməyi bura yox, bura ataq. Bir dənə qaldı klonu silmək məsələsi. Ben kaval olmaz. Siyahta yok.
Bir saniye gözlə. 1 saniyə gözlə, sonra özün klonu yat və bu şeyi sil. Bu bloku sil, bu klonu sil. Yenə dondu ye. Dəli eləyəcək məni. Dondu. Dondu mu? Mənim ürəyim partlayır. Dəli eləyəcək məni. Bizim bu da səhvimiz nə deyil? Nə bax, bəxşiyə də qaldı. Bizlə məzələn qaldı. Şeylə düzəldən elə işləyim. Müəllim nə yaptısın məktəbində? Gecə bu blokda qoy belə. Düzəldən. Sen kapıyorsun. Все. Ram partlayır bende. Kapıyorsun. Və bu klonu sil. Belə desək nə olar? Bu klon Yo, yo. həmişənin içində olmalı deyil. Əslində həmişənin içində deyil. Ha, bir dəqiqə. Düzəltdik. Prosto bura bir dənə görsəm yəni. Все. Düzəltdim. Məndə olmaz ki. Mənim burada oldu. Mən özünü silikon Prosto öz-özünü görmüşdən silsin. Elə deyil. Bax, gizləni düzəltdim. götürürsün. Güncel var test. Gizlən. Həmişə özün klonu yaradandan sonra amma biraz elə bir mənasız oldu bu. Ha. Amma grafiti nədir mənfilərə qaldı? Все, buradan gizlənməlidir bu. Gravity də bizim dəyişənimizdir. Aynen orada. Yox, bu özün klonu yaradandan sonra biz gizlətməliyik. Burada gizlədirik. Hə, burada gizlətməmişik. Olmalı deyil, axı skor olmalı müəllim. Hər belə daran keçəndə skor artsın deyə. Laf, все. Bunun devamı Geçişme var size. Geçişme var size silah. Nə deyim? Silah geçişme var. Bir saniye. Saniyə gecikməni nə qədər eləyək ki? 2 saniyə deyil. 3 saniyə biraz çox olar, elə bil ki. 1.5 saniyə. Bir də bu saniyə rəqəmləri düzəldəcəyik, все. Bura bax. Hə, bax klon kimi başladı. Ben bakın saniye Orada sən niyə gecikir? Teste saniye koy, test oldu. Sən niyə gecikir? Saniye koy. Burada Bir saniye gözdən 0.5 idi. 1 saniyə gözləyir. Onda saniyə gözləməyi biz necə eləyək? Özün klonunu yaratsın, sonra gizlənsin, sonra 1 saniyə gözləsin. 3 dakika mı? Çünki cidden mən inanmıram ki, emailini salon deyəsən. Ben şu doğru bakalım diyelim. Siz geri buranı düzelmişsiniz. Diyelim ne ben sakın. 0.5 saniye versin ama o yerinde fərqi yox. 1 saniyeni versin, mən 1.5 yox. Burada bir dənə məsələ var. Klonu sil deyəndə, bax, gəlsin bu klonu yaratsın və bu klonu silsin. Klonu niyə silməyəsən bəs burada? Dən baxaq. Siləri əməlim, geçsin. Burada çok geldi. Hemen bir şey. Get çətinləşmə. What the bro? Ona mesela Orada keçe yeri. öldürəsən, sən də işində keçmə. Bax, bu yazımız, aha. Aha. Bu getdi, gizləndi. Gizlənməyi burada deməliyik. Bura deməmişik. Gizlən. Tamam, belə deyək. Mənfi 240-da gizlənir. Prosta bax, nədir? Siz axıra çatanda oranın koordinatını götürüb yazın ki, bu koordinata çatanda. O koordinatdır bax problem bizdə. Bir dənə baxaq. Koordinatı nədir buna? Oranın koordinatını götürüb yazın. Bura çatanda. Oradan baxaq da sağlam ol. 230 230. 230 koordinata çatanda. 240, mənfi 240. Bir dənə baxaq neçədir? 220.
Tamam. Tutaq ki, mənfi 200. 250 biraz çox olmaz. Baxarıq da indi. Bu klonu sil. Okey. Olmaz. Geçsinler. Mesela Çok ben geçsin. içse girəndə mənim keçmə olmasın. Çok geçsin. Bir müddətin sonra klonu daşıya çox spamlayır. Birbirlərinin içində girib gəlir. Aynı da oldu ama. Eşək. Bizsi nə idi məsələ? Neyse. Nə istəyir? Həmçərisində bir dənə var idi mənim. Həmçənin içərisində bir dənə var idi. O bu kodu yığışdırdım, sadəcə klonu silsin. Çünki siz 2 dənə qoymuşsunuz. Yes. Всё. Bu məntiqi yazdıq. Mən sadəcə siz nə var? İçsə girəndə bəzən. Ki yoxdur axı. Yox var idi. Əvvəl var, indi yoxdur. Bu Bolopsin kiçik bankdır da, o bilər. Mənim nə idi? Burada nə idi problem? Bu mənfi 240-dan sonra bu klon kimi zaten yaranmamışdı. Bu klonu gəlib biz bir də yaratmaq istəyirdik. Ona görə çəkmə, hə? Çəkmə. Çəkmə. Kodu çəkirlər uşaqlar. Bax haqqsızdır. Mən bunu çəkməli onlarla. Çək, bu nədən metroda çəksiniz? Yaxşı. İndi burada bizim point məsələmiz də var. Xal məsələmiz. Ay bala. Xal məsələsi. Oy. Xal məsələmiz də necə olmalıdır? Buradan keçəndə hər dəfə xal artmalıdır. Xal artmalıdır, o da çox asandır. Bir dənə xal yaradacağıq, point. O pointi buradan keçəndə artmalıdır. Hani bəs Hə. nə təbii? Sonra bu şeyə dəyəndə yanmalıdır. Broadcast göstərmişəm. Özdə 50 dəfə broadcast göstərmişəm. Game over ekranı göstərmişəm. O asandır. Bunu keçməmişik, bunu keçdik, düzdürmü? O deyir ki, onu çəkmirsən. Yox, mən. Vallahi eşidirəm. Mən çəkmişsiniz, bunu göstərirəm. Yazılacaq. Ayda Mən bunun nə qədər qalıbdır? Всё, bəsdir. Belə işləyir, bu qədər oldu. Bundan oynayacaq. mən kompüterdə olan dəsə başlamışam. Bilmirəm, yazdım. Yazmışam. Yaxşı, uşaqlar. Gəlin bir 10 dəqiqə fasilə çıxaq, sonra gələk bunu yazaq. Narahat olmayın, buradayım. Mən onun davamı var, bilsin nədir? Davamı Sizin Mən- davamı çoxdur. Altta qarabağın Mən sonra iki üç soru gəlin. Onun davamı çoxdur. Harekətə dəyərli olsun. Onun davamı çoxdur. Buna baxın. Game of Bu- Thrones. Fasilə çıxırıq. O klon məntiqi var, yazmışsa klon məntiqindən yola da yazmaq olur da, birisi də bir. Onu yaza bilərik də. Çox uzun gedir. Mən buna bir rahat 3-4 saat lazım. Nə 3-4 saat? Bax, Nə 3-4 15 saat? mən 1 saat dəlləşim. 15-20 dəqiqə şeydir. Mən söz verirəm, mən bir dənə gözüm sorunuza alacağım. Girmir. Deməli, uşaqlar, yaxşı. Gəlin fasiləyə çıxaq, sonra təzədən qayıdaq.